Mehdiyev Samir Valihoğlu 1990-cı il dekabrın 11-də Şirvan şəhərində anadan olmuşdu. 1997-2008-ci illərdə Salyan rayonunda Təhməd Şirinov adına Xələt Kənd Tam Orta Məktəbində təhsil alıb. 2008-2012-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Subay idi. Samir Mehdiyev 2016-cı ildə baş vermiş aprel döyüşlərində də iştirak etmişdir. Azərbaycan ordusunun kapitanı olan Samir Mehdiyev 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələr tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Samir Mehdiyev oktyabrın 23-də Füzuli döyüşlər zamanı şəhid olub. Salyan rayonunun Xələc kəndində Şəhidlər Xiyabanında dəfn olunub. Allah bütün şəhidlərimizi rəhmət eləsin.